Salam, belə bir evin çəkilişinə gəlmişik. Şəxsi evdir. Evin bütün kommunalları var. Ağ bazarın yanında yerləşir. Evin yataq otağından ilk növbədə başladım. Ev əşyalı satılır. Belə bir yataq otağı. Yataq hissəsi. Ağ bazarın düz yanındadır. 10 metr məsafəsində. Burada belə bir uşaq otağı var. Uşaq otağı. Hamam hissəsi. Belə bir salon hissəsi. Geniş bir salonu var. Ev əşyalı satır, əvvəldən bildirim. Belə qapının üstündə dekorlar yığılıb. Ev əşyalı satılır. Xaladini filan zad çıxmaq şərti ilə bəzi şəxsi əşyalar götürürlər. Mətbəx hissəsi. Çöl hissəsi ilə tanış edeyim. Şəxsi evdir. Bu pilləkən hissəsi kənd deşildiyinə görə buraları belə nəm olub. Yəni evin heç bir yerində nəm filan yoxdur. İstəyənlərə konum atarıq, evin baxa bilərlər. Evin həyət hissəsi pəncərələrin reşutkalarına qədər var. Ev 2 mərtəbəlidir, yəni alt hissəsi yoxdur, amma çox hündürdür yerdən. Üstü belə navesdir, yarıya qədər, qapıya qədər naves. Burada da qaz filan. Yəni bunlar hamısı evdə qalar. İstəyənlər əlaqə saxlasın bu evlə bağlı. Sağ ol.